Salam hörmətli izləyicilər. Bəzi gənc xanımlar hamilə qalmaqda əziyyət çəkirlər və bu hamilə qalmamağın səbəbini başqa-başqa yerlərdə axtarırlar. Məsələnin əsas mahiyyəti isə orqanizmə gedən maddələr mübadiləsinin doğru getməməsi səbəbindəndir və bu səbəbin əsas mahiyyəti isə el arasında tanımlanan tənbəl zob dediyimiz Hashimoto xəstəliyi və yaxud da ki, autoimmun tiroiditlərdir. Bu autoimmun tiroiditlər nəticəsində tiroid vəzisinin zədələnməsi və bu prosesin uzun müddətli bir xronik halda olması nəticəsində tiroid vəzi toxuması demək olar ki, fəaliyyəti olmur və fəaliyyəti olmadığı üçün orqanizmdə gedən maddələr mübadiləsi aşağı düşür. Belə olan hallarda hamiləlik ya baş vermir, baş verən hamiləliklər sona çatdırılması mümkünsüz olur. Əgər sona çatdırılmış olarsa, dünyaya gətirilən övladlarda bu və ya başqa formalarda anomaliyalarla müşahidə oluna bilər. Bu hallar olmasın deyə hamiləlikdən öncə tiroid funksiyalarını yoxlatdırıb və normal evtiroid vəziyyət dediyimiz normal vəziyyətdə hormonal balansı əldə etdikdən sonra hamiləlik planlaşdırılmalıdır. Belə olan təqdirdə qeyd etdiyim problemlər müşahidə olunmur və dünyaya gətirilən övladlar normal olurlar. Əgər sizdə və yaxud yaxınlarınızda tiroid patologiyaları ilə bağlı suallarınız mövcuddursa, buyurun videonun aşağısına yazın. Mən doktor Ramil Nadirov sizin suallarınızı cavablandıracağım.